Bugün İsmayılı'da ikinci günümüzdür ve bugün artık gezmeye çıkmağı planlıyoruz. İlk gideceğimiz yer İvanovka kendi olacak. Dediğine göre orada geçen restoranlar ve təbiət var. Dünən İsmayılı'nın bazarına getdik. Düzü qiymətlər Bakı ilə eynidir. Yəni 10 qəpik belə ucuz heç nə yoxdur. Mən düşünürdüm ki, daha ucuz olar burada hər şey, amma yox. Mənə görə tək minus hələ ki internetin çox zəif olmasıdır. Burada aktiv internet yoxdur. Ona görə biraz çətindir. Buradan üst şəxslara səslənirəm. Zəhmət olmasa İsmayılı'ya aktiv internet çəkin. Mən demək olar ki, hazıram. Bugündən getdiyim yerləri sizə də çəkib göstərəcəm. Siz də mənə zəhmət olmasa rəylərdə yazın ki, İsmayılı'da harda gəzməli yerlər var. Hamısına bir gedəcəm. Yolumuz 20 dəqiqədir. Hadi bakalım.